ki, verilən saatdan 4 saat sonra başlayan film 2 saat 10 dəqiqə davam elədi. Film saat neçədə bitdi? Bu saatdan 4 saat sonranı gəl birinci düşünək. Görək saat neçədə başlayıb. Birinci başlamağını tapaq. Saat indi nədir? 17, neçədir bu? 17:15. Birinci bu saatdan 4 saat sonra davam edib, düzdürmü? Deməli 17:15-dən sonraki 4 dənə saatı biz hesablamalıyıq. 18, 15, 19, 15. Bax, bundan başlamır. Bundan 4 saat sonra. Aha. 19, 15, 20, 15 və 21, 15. Mənim filmim 21:15-də başladı. Niyə? Bundan axı deyir 4 saat sonra başlayan film. 21:15-də başlayıbsa, buranı silək, 21:15-i buradan yazaq. Başlayıbsa, 2 saatda 10 dəqiqə əlavə davam edib. Biz anında saatı saatın altından hesablayarıq. Dəqiqəni dəqiqəni. 23-25. Yox. B variantı. Ay, sağ ol. B variantı. 2 saat 10 dəqiqə deyir. Bəli. Saatı saatla, dəqiqəni dəqiqə ilə hesablayarıq. Ay, sağ ol. O da elədi 23, 25. B variantı. Sən hansı variantı yazmışdın? Müəllimə, D variantı. Aha. Yox, D variantı deyil. Tam anlaşıldı mı balam? Bəli. Aferin sənə.